Bəhram, halın necədir? Əzizim, sən yenə fikrə getmirsən? Bəli. Fikir edirəm ki, necə olsun ki, qəzaya məğlub olmayım. Qəzanın səni sıxıntı altına aldığını hiss edirsən? Bəli. Qəzaya məğlub olmaq istəyirəm. Ancaq qəzanın sıxıntısından yox. Peşman olmuş ürəyimin və həyatımın sıxıntısından. Bəhram, Bəhram, Sara'nın gözəlliyini aldanırsan. Sənə divanə deməzlərmi? Bir mənə bax. Mən Sara'dan gözəl deyiləmmi? Və əlavə... Pəri. Gözəl qızlarda vəfa olmaz Pəri. Ələl xüsus da varlı dövlətli adamların qızlarında. Mən bir dəfə ürəyimi bir tərəfə çevirmişdim, döndərdim. Qorxuram ki, ürəyimi digər bir tərəfə çevirərəmsə bir vəfalığa təsadüf edib ürəyimi döndərə bilməyim və əgər döndərməyə çalışsam onu əbədiliksin. Bax, Bəhram, sən bir neçə gün bundan qabaq özün dedin ki, bir şəm ki, haqdan yana, heç badilə sönməz. Mən onu etiraf edirəm. Fəqət sən o şəmin nə tərəfə yandığını və kimin üçün yandığını səhv edirsən. Nə şirin nəğmələrlə məni məst eləmək istəyir. Pəri. Bəhram, Bəhram. Bilirəm, sən mənə indi qınayacaqsan ki, gərək oğlan qıza aşıq olsun, nəinki qız oğlana. Amma Bəhram, bilirsənmi sən nə qədər gözəl və cazibədarsan. Hərgah səni bir yabancı görərsən, bir insan adıyla deyil, mütləq bir mələk adıyla çağıracaq. Qondarmalarına qarşı təşəkkür edirəm. Yox, mən qondarmıram. Hər səni görən insan birinci baxışda söyləyəcək ki, təbiətin nəqqaşı öz məharətini biruzə vermək üçün illərcə çalışıb bir gözəl vücud yetirib ki, o da Bəhramdır. Öz adındır. Məni təsvir edirsən. Mən dediyim kimi və sən zənn etdiyin kimi etmiş olsaydın, mənim məhəbbətimdə iştirak etmiş olardın. Cəsarət etmirəm. Sevəcək adam qorxmaz. Qorxuram. Əgər kimsədən yox, səndən. Mən ki sənə məhəbbətimi aşkar söyləyirəm. Daha nə tərəddüd? Doğru da aşkar deyirsən. Aşkar deyirsən, ancaq qadın ürəyi bir ildırıma bənzər. İnsanlar ildırıma güvənməzlər çünki ziyası sabit deyil. Bir saniyədə işıq saçar və tez sönər. Eləcə də qadınların ürəyində məhəbbət sabit olmaz. Yox Bəhram, yox, doğru deyildi. Sən bircə kərə Sara'dan əl çəkdim. Səni sevirəm kəlməsini söyləsən, mənim bütün həyatım illər uzunu sənə tapşırılmış olar.
Təkrar edirəm, sözlərində xəta etmirsən. Mən Sara'dan əl çəkib səni istəyirəm. İndi mən özümü nə qədər xoşbəxt hesab edirəm. İndi budur. Bəhram, mən özümü tamamilə sənin ixtiyarına verirəm. Sözlərini doğru deyirsənsə Bəhram, öp məni. Mənim səni öpməyə şəhərən ixtiyarım yoxdur. Özün məktəb görmüş dəliqanlısan, mən sənə ixtiyar veririm. Özümü nə təhlükəli işə saldım. Bəhram, sən qaçırsan. Bugündən sonra sən özünü mənim ixtiyarıma verdiyin kimi, mən də özümü sənin ixtiyarına verirəm. Vaxta ki, sən məni sevdiyini söylədin, o halda mən sənə ixtiyar verirəm. Sən ixtiyar verirsən. Sara'ya verdiyim sözlər. Pəri, mən səni nə qədər sevirəmsə, mən nə qədər Avropa mədəniyyətinə bələd olsam da, ancaq adət ənənələrimizi yitirəcəyi dərəcədə özümü itirməmişəm. Məhəbbətin qanun zəncirindən azad olduğunu bilmirsən? Mən onu insaniyyətdən də uzaq bilirəm. Məhəbbət özü insaniyyət demək. Fəqət insaniyyət xəyanət demək deyil. Yaxşı Bəhram. Elə isə onda qoy, mən səni öpüm. Qanun qarşısında bütün bəşəriyyət müsavi olmalı. Yaxşı Bəhram. Bəhram, indiki sən məni sevirsən, buna qarşı sübut olaraq səndən bir xahişim, bir diləyim var. Bəhram, izin verərsən ki, Sara'nı bu evdən başqa bir evə köçürəm? Şoxluq eləyirəm Bəhram. Sara harda olarsa, onsuz da bizə mane ola bilməyəcək. Çünki sən artıq məni sevirsən, deyilmi Bəhram? Nəysə birdən-birə başım gicəlləndi, gözlərimə qaranlıq çökür. Həkim çağırın mı? Yox, istəməz, tez keçər. Elə isə mən gedim. Elə isə mən gedim, sən biraz yat, rahatlaş. Hələlik. Yaman yerdə gecələdim. Gəl Bəhram. Əl çək hər şeydən. Sağlam bir vücuda malik ikən özünü qeyrilərə əsir etmə. Al ağuşuna bu dünyanın gözəl Sarasını. Uzaqlaş bu vicdanına təmiz insanlardan. Çalış. Çəkil bir güşədə, işlə. Yaşa! Yaşa! Sara! Yaxşı.
50 manata qulluq eləsəm, mənə gülməzlər. Əmimin vaxtlarında mən yoldaşlarımın arasında milyoner balasıydım. Neyniyim? Neyniyim? Pul, güzaran, dövlət burada. Məhəbbət, sədaqət burada. Bir yandan milyonlar başımı dumanlatmış. Bir yandan da Sara. Son hissiyatım. Neyniyim? Ya Rabbim, ne edeyim? Axı mən bütün bu maniyeleri necə dəf edim? Necə? Bu ne felaketti beni saldı. Ben ki ömrümde bir kez incitmemişim. Ya Rabbi, niye beni incidirler? Beni evden çıkarıp heyətin o başında bir daxmada oturdular. Evi yoktu. Harda olursam olun fakat birce Behram'a bir şey olmasın. Onun sağlığından başka bir şey istemiyorum. Onu da xeyli vaxtdır ki görə bilmirəm. Yəqin biçare mənim bu halımı görüb utandığından yanıma gəlmir. Neydəsən? Nə? Yazıq Behram. Henüz tələbəyikən dersten alındı. Elimde bir şey yok. Dünen bacılığım Sultan Bey'in kızına yalvarmışam ki atasına desin ki ona öz kantorunda münasip bir yer versin. O da 60 manat ile bir yer verecek. Yeter. Vallahi yeter. Az da kalsa evi yoktu.
Behram. Neydim? Ne? Bilirim. Benden utanırsan, ben de senden utanırım ki elimde bir şey yoktu. Ey dili gafil. Necə oldu ki mən belə mələk yüzlü, süzgün baxışlı bir qızdan əl çəkib pərini istədim. Milyonlara uydum. O milyonlar ki saadətin açarı deyil. Yazıq əmim qızını, məhəbbətini sındırıb, əhdimdən dönüb bir başqasına əsir oldum. Bax Bəhram, bax. Görkəminə qədər məhzun. O mahu baxışlarına nə qədər məlulluq var. Niye bu Behram gelip çıkmadı? Ne vakti gözləyirəm. Gözləyirəm, gelmir. Gedirəm. Vallahi zerre kadar öz dərdimi çəkmirəm. Yalnız onun fikri. Qorxuram. Yazıq özünü həlak etsin. Belki onu da buradan qovublar. Yazık Behram. Hardasa Behram. Ne var burada oturmuşsun? İtilip öz karabana gitsene. Elə onu istəyirsən ki, heyetten de çıkarılıp kovulasan. Ben buraya öz emmi oğlunun halını bilmek için gelmişim. Sesini kes. Sen bura neye benzedirsen? Düz karabana git. Heyasız. Ben xahiş edirəm. Bir qədər nəzakətlə dolanın. Mən sizə indiyəcən ana demişəm. Amma siz məni kimə bənzədirsiniz? Siz nə qədər rəhimsiz, vicdansız adamsınız. Ana. Hardasan ana? Ata, eşidirsən, sənin əziz qızına senden sonra namussuz deyirlər. Niye yas tutursan? Bu otaqda senin ne işin var? İndiyəcən danışmamışım. Fəqət siz məni vadar edirsiniz. Əcəba, bu ev mənim atamın deyil. Ondan başqa mənim öz yetim əmmi oğlunun halını bilməyə ixtiyarım yoxdur. Otaqdan çıx otaqdan deyirəm sənə. Yoxsa güclə çıxarılarsın. İndi hamısını yəqin etdim. Sabah gedib ərzə verəcəyim ki, mənim atamı siz zəhərləyib, malını da mənimsəmisiniz. Üstünü küs. Yazsız. Git her ne bilirsin söyle. Öyle döner. Çar bu heyasızı bayrak. Ne durmuşsun? Eşitmişsen sana deyirəm çar bunu. Bağışlayın hanım. Bu kişi olsaydı mən onu güc xoş çıxarardım. Gücsüz, zəif bir qızla mən dava eləyə bilmərəm xanım, məni bağışlayın. Mən özüm gedirəm. Fəqət bu gecə Behramı görməyə mənə izin verin. Sonra tamamilə bu həyətdən çıxıb gedərəm. Bayra. Artık hiçbir söz lazım değil. Sen azmısın. Yaxşı. Mən gedirəm. Fəqət mən bu zülümlərə dayana bilmirəm. Mənim atamın malını mənə qaytarmalısınız ki, daha əmmi oğlu çöllərə mən də bu qədər zülmə düşməyeyim. Atanın neyi vardı? Her neyi vardı satıp borçlarına vermişim. Bilirəm. Daha hamısını bilirəm. Malların adınıza salınmasını da, veksel düzəltməyinizi də bilirəm. Axlıqlar da bilir. Gelip sizi mühakimə işarə çağırırım.
Benim atamın kim olduğunu hamı bilir. Sesini kes! Hanım! Hanım! Yatsız! Git! Git! Her ne bilirsense git hele. Abdül! Saçma. Gitmirsen seni Müsaade deyirəm. hanım, Bu müsaade. çıkar bunu otaqdan. Çıkardı. Çıkart bunu buradan. Çıkart bayra gitsin. Abdüladi Bekerse sizin gibi vicdansız değil. Gelirim. Ben özüm gelirim. Abdülami sen Allah Behram'ı görsen seni yanıma gelsin. Diyden çok nigarandı. Behram'ı görsen de yanıma gelsin. Behram elə namert değil ki bir de senin yanına gelsin. Odur. Kapı arkasında gizlenip gayretini, kişiliğini pula, devlete satan melun. Sadəlöv qız. Qorxma. Daha Bəhram sən görən Bəhram deyil. İndi Pəri Bəhramı elə əlinə alıb ki, Saranı öldürməyə də hökm etsə, Bəhram çəkinməz. Qız, bu işləri hardan bilir, ha? Yox, belə olmaz. Nə cür olursa olsun onu bu evdən rədd etməliyəm ki, bugün sabah toy axşamı bir qiyamət salmasın. Yaxşı Sara, mən bu tədbirə də əl ataram. Yaxşı. Qorx Bəhram. Qorx öz vicdanından. Qorx sen ki Sara'nın hatırı için bu işe iqdam etmiştin. Ne diye soruştun? Yok Bəhram. Hile senin işin değil. Onun için xüsusi adamlar var. Sen özgeye hile etme isteydi özün yıkıldın. Qorx Bəhram. Gittiğin bu korkunç yolun sonu bir dehşetti. Hile senin işin değil. Qorx Bəhram. Qorx öz vicdanından. Qorx. Bəhram, yenə nə olub? Niyə belə fikrə getmisən? Yoxsa Saranın cəncəlinə mi əhvalın belə qarışıb? Hə? Sen de buradasın. Gərək Sara, Bəhram deyəndə sən birdən o biri oqtaqdan çıxıb, mən Bəhram, nə deyirsən? Əl çəkməkdinsən deyirdin, onda daha da gözəl olardı. Yok güzelim. Bu biraz namünasip düşerdi. O biri otaqda o qədər gülmüşəm ki, ərizə verəcəyəm, axılda gedəcəyəm ki, Bəhram gəlsin. Mən də deyirəm ki, bu qız axır vaxtlarda dəli olmuşdu. Neynesin yazık. Kalır evde tek. Fikir kırıyor. Gelir beni görmeye. O gelene de ben kaçıp gizlenirim. Peri. Bilirsen.
Deyirəm gəl belə edək. Onu gətirib oturdaq əvvəlki yerində. Yaxında oturdaq. Yoxsa yazıqdır, lap dəli olar. Vallahi ona hiçbir şey olmaz. Onun canı dertli. Yaxşı. Behram, eğer benim hatırımı istəyirsense bir de bu sözü söyleme. Koy öz yerinde oturup da. Yaxşı. Eybi yoxdur. Eybi yoxdur. Mən sənin sözündən çıxmıram. Sözünü də sındırmıram. Bilsen ne kadar sevimlisin Behram. Bilirsən Pəri. Sən heç əvvəlki Pəriyə oxşamırsan. Bilirsən, sən əvvəllər belə deyil. Mən səndən qaçırdım. Amma indi bilirsən, Pəri, belə tamam başqa qiyafət almışsan. Yəqin əvvəllər mənim sana aşık olduğumu bilmirdin. Fakat indi bizim məhəbbətimiz bir-birinə aşkar olduğu üçün bu qədər şirinləşmişik. Pəri, bilirsən, mən əvvəllər səni sevmirdim. Və səni sevirəm deyəndə yalan danışırdım. Amma indi sevirəm səni. Bütün varlığımla, bütün mövcudiyyətimlə mən səni sevirəm. Və səndən başqa gözümdə heç bir şey yoxdur. Şükür Allah'a ki her şey hazırdır. Anam sazandar və lazımlı şeylərin hamısını sipariş verib. Bu yaxınlarda toyumuz başlanacaq. Pəri, Pəri, inan ki mən səni nə qədər sevirəm, dil təsvir eləməkdən acizdir. Bağışlayın, ağa Bəhram. Sara xanım mənə yalvardı ki, sizi onun yanına çağırım. Ağa, mən neçə dəfədir sizi onun yanına çağırıram, getmirsiniz. Bir çare qızın indi halı məxşuşdur. Daima ağlayır. Əbdül, Bəli. axır vaxtlarda sən çox üzdə olmusan. Hə, Sənə min dəfə demişəm ki, hər dəfə bir xəbərlə yürüb gəlmə. Halı məxşuşdur. Hiddətindən. Yeri çıx bayra. Çıx get öz işini gör. Get. Xanım, mən neyniyim axı? Mənə deyirlər, mən də gəlib sizə deyirəm. Daha mənə niyə acıqlar? Yeni deyirəm sənə. Çıx get öz işini gör. İndi mən bir çare Sarıya necə deyim ki, Bəhram gəlmir. Desəm, yazıq qızın bağrı çatlar. Yox, mən ona demərəm. Pəri, mən belə bilirəm ki, gedib bir onu görsəm, pis olmaz. Məni görsən olacaq ki, heç bir şey. Öyleyse Behram, sen beni istəmirsən ki, onun yanında gitmeyi istəyirsən. Pəri, Ağlayır demesine acıdı. Ağlayanda gözünün sürmesi gitmez ki. İstediği kadar ağlasın, nihayet yorulup oturacağı yer yok. Pəri, mən səni sevirəm. Mən səni istəyirəm. Çox. Açabilirsən, Sara da insandır.
Bari gidin, ne istediğini, ne lazım olduğunu soruşun. Yaxşı? Yaxşı. Yaxşı, get. Elə isə həmişəlik get. Daha mən səninlə danışmaram. Peri! Gitmirəm. Peri gel. Yakın gel Peri. Peri. Ben seni bir defa sevmişim. Ben sana söz vermişim. Sözümden de çıkmarım. Buna sübut olarak ben Sara'nın bilmərlə bu evden çıxarılmasına razı olmağını istəyirəm. Peri, ben seni sevirəm. Ben seni istəyirəm. Ancak nece olsa Sara da insandı. Bir daha Sara bize mani olabilmeyecek. Bilirsen, elə hesab edersiz ki bir qulluqçu evde saxlamışsınız. Behram, sən? Yaxşı. Yaxşı Peri. Eğer ısrar edersense sözünden çıkmıram. İndi bildin ki beni doğrudan da sevirsin Behram. Ben seni sevirəm Peri. Bütün varlığımla, bütün mevcudiyyətimlə ben seni sevirəm. Ve senden başka gözümde hiçbir şey yoktu. Ben senden ötürü bütün hayatımı feda etmeye hazırım. Peri. Sen de beni attın. Sar! Hani dünya etibarına lanet. Bir neçə ay bundan qabaq Sara bu evdə xanımdır. Hər ixtiyar da onun əlində. İndi budur. Kimsəsiz kənizlər kimi bu qaranlıq daxmada can üstə. İçərə qızın bir kəsi də yoxdur ki, onu yada salsın. O zalimlarsa çörəyi yeyir, artıq qalsa buna göndərirlər. Yazıq qız, həm ac, həm də xəstə. Budur, 2 gündür öz payımı xəlvəti gətirib ona yedirdi. Behram. Behram.
Biçare kızım. Ağır dəqiqələridir. Bilmirəm ney. Eğer bu kız olmasaydı, ben bir dəqiqə də burada qalmazdım. Ancaq əlimdən nə gəlir? Biçare kızı tək qoyub gedə bilmərəm ki. Acından, suzundan, bu qaranlıq daxmada ölər, heç kəsin də xəbəri olmaz. Bəhram! Əbdüləm. Nədir kızım? Əbdüləm. Kızım, Bəhram gəlmədi. kızım, mən Bəhramı görməmişim. Kızım, Əmi. Bilirəm. Məndən gizləyirsən. Bəhram mənim yanıma gəlmək istəmir. İstəmir. İstəmir əmi. sən nə danışırsan bala? Heç elə iş olar ki, Bəhram sənin yanına gəlməsin. Əmi. Bəhram mənim yanıma niyə gəlsin? Mənim pulum yox. Atam, anam yox. Bir köməyim yox. Ondaki var idi. İstəyirdim. Sonradan hamısı Pərinin əlinə keçdi. O da Pərini sevdi. Daha mənim yanıma niyə gəlsin? Ay əmi, niyə? Qəm eləmə mənim bak. Qəm eləmə. İnşallah bugün sabah sağalıp qalxarsan, sonra hər işi ayrı eləyərik. Əmi, bilirəm. Mən bir də sağalmayacağım. Daha mən ölürəm əmi. Ama elimde bir şey olmadığı için bilmirəm. Bilmirəm ay əmi. Sənin yaxşılığını neylə əvəz edəcəyim? Sən nədən? Belə dar günümdə mənə qalan bircə sən oldun. Görürsən mi Əbdüləmi? Görürsən mi mənə nələr edirlər? Sən nə danışırsan ay bala? Mənə heç bir şey lazım deyil, tək sən tez sağalıp ayağa qalxasın. Əmi, o sandığın içində mənim dünya malından bir dəst ipək paltarım və 2 də qızıl üzüyüm var. Mən öləndən sonra onları özün üçün götür əmi, özün üçün. Kızım, sen neler danışırsan? Axı mən bilmirəm sən nədən qorxursan? Vallahi sənin hiçbir şeyin yoktur. İnşallah bugün sağalıp qalxarsın. Biçare kız, o içimde yanır. Çare kız burada can istedi. Oradasa Peri ile Behram için toya hazırlaş. İnsanların yüreği daşadır. Dağılsın, dağılsın böyle dünya, dağılsın. Əbdüləmi, Əbdüləmi, sən onu verirəm Allaha. Nə qədər mənə indi yaxşılıq eləyirsən, mən öləndən sonra mənim güllərimi elə. Qoyma mənim güllərim solsunlar Əbdüləmi, qoyma. Onlar mənim xoşbəxt günlərimin yadigarıdır.
Koyma Abdülhamid, koyma! Senin kimi bir güzelin yanında gemgin olmak mı olar? Yüzüne bakanda insan bir ihtiyar gülümsüyor. Ne kadar hoş sima olduğunu, ne kadar güzel olduğunu bilirsen mi? Mən nə qədər gözəl olaramsa, sən bir o qədər sevinməlisən. Peri. Bəhram, Nedir kızım? Abdülhamid, Nedir? mən ölərsən. Mənim qəbrimi atamın ayaqları altında qazarsan. Əmin də qəbri oradadır. Şikayət edəcəyəm əmmi ki, sənin oğlun Bəhram məni köməksiz qoyub qeyrisini tutdu. Of Allah, niçin məni hər şeydən məhrum edib? Quru sümüklərimi saxlayıbsan. Bugün değilsin sabah. Ya o bir gün öleceğim. Elə indicə al canımı. Oh, Bəhram. Kızım. Sar. Sar. Kızım. Olur. Toy başlandı. Ay gitme bu nazile güzelim, gitme bu nazile güzelim, bir dayan görüm. Eşkimden Bu ses oradan yan gelir. kimi, bir sen dayan görüm. Ne yaxşı da oluyor. Ay, dert öldürer beni, seni gel bir de sevgilim. Mənə ölməz an çəkilir. Hayır rakiplerle oynuyor gülen görüm. Abdülhamid, Çeşmi məyər mən ölürəm ki? Mənim üçün əzan çəkirlər. Mən ki dünyada bir gün görməmişəm Abdülhamid. Kızım, sen ne danışırsan ha? Komşunun evinde toy. Toy. Hanende de okuyor. Bəli, toydur, toy. Hansı qonşu üçündür toy? Bilmirəm hansı qonşu üçündür, ancaq kızım okuyan bizden çok uzaklar. Ah dədəm, bu nə fəlakətdir məni saldı. Ya Rəbbim, mən nə günahın sahibiydim. Ah Bəhram, Bəhram. Əmi, Əmi, sən Allah, gör Bəhramı çağıra bilərsənmi? Söylə ki, bədbəxt Sara öldür. Fəqət ölməkdən qabaq səni görmək istəyir. Bu saat kızım, bu dakika, bu saat. Ağa Bəhram! Ağa Bəhram! Ağa Bəhram! İzin verin, size halveti bir söz diyeyim Ağa Bəhram. Buyur Gürek. Bu nedir? Bu nedir? Gizlin halveti. Bu ne demektir? Dayan Gürek Efendi. Belki doğrudan da ciddi bir haberdi. De Gürek.
Ağa Bəhram, əminiz qızı Sara ölüm halındadır. Sizi arzuluyor. Sen bizi tenge getirmişsin. El çekmez misin bizden ha? Xanım, neyim? Axı, Sara ölüm halındadır. Tez həkim lazımdır. Daha itil buradan. Sen bizi tenge getirmişsin. Git öz işini gör. Min defa sana demişem ki onun yanına gitme. Git. Reddi ol. Başla xanım. Behram geldi mi? Kızım, gittim, Behram'ı görebilmedim. Birazdan sonra yine de giderim. Emin. Bilirim. Benden gizliyirsen. Behram benim yanıma gelmeyi istemiyor. Kızım, Behram'ın vacip işi var. Behram, Of Allah! Niçin beni? Al bedbaht Sara'nın canını! Ben sizinle çektim! Bes be! kızım. Ah, Behram! Aman, huşunu itirdi. İndi neyleyim? Üstümde bir kefek pulum yok. O zalimlere de yakın düşme yol mu? Hakim bak. Ağa Behram! Ağa Behram! Ağa Behram! Ağa Behram! Sara Hanım! Ahvalı yaxşı değil. Huşunu itirip təcilli həkim lazımdır, həkim. La ilahe illallah! Ay kişi! El çekmez misin bizden ha? Hanım ne eləyim, ah o da insandır, yazıqdır. Həkim lazımdır, həkim. Ana! Ha. Ne var? Ne olup böyle çıldırırsınız ha? Baba, ikiniz de konakları bırakıp niye buraya gelmişsiniz ha? Behram oğlum, bala yaxşı değil bala. Geç konakların yanına Behram. Geç bala, geç meclise, geç. Ana! Bizi lap tenge getirir. Her defa bir haberle yürüp gelir. Yaxşı. Sənə mən söz tapşırmışam. Hamısını eləmişsən, gələ itilib tapılmışsan. Məgər səni Sara üçün tutublar? Hanım ne eləyim, ah o da insandır, yazıqdır. Həkim lazımdır, həkim. Sənə mən dünən söz tapşırmışam. Hamısını eləmişsən, gələ itilib tapılmışsan. Keç qonaqlara, keç məclisə, qonaqlara xidmət elə, keç. Yaxşı qoy siz deyən olsun xanım. Onda mənə 5 manat pul verin. Gərəyimdir xanım, gərəyimdir. İllallah, dünən pul almışsan. Yenə də pul istəyirsən, Xanım. hə? Hanım, vallahi 5 manat gərəyimdir mənim. Ana! Çıkarın bunu geçsin. Sakit ol. Lap bizi tenge getirir. Sakit ol. Bu adam ki bu kadar söze bakmıyor. Her dəqiqədə adamın qanını qaraldır. Qoy bu toy məclisi qutarsın. Onu mən bu evdən rədd edim ki, özü də afərin desin. Keçin məclisə. Qonaqlar sizi gözləyir Behram, bala. Keçin məclisə. Keçin. Sara, kızım hoş xəbər. Xeyir xəbər gətirmişəm mənim balam. Kərim bəy gəlmişdi. Vəkil Kərim bəy deyir ki, hər iş öz qaydasıyla gedir. İşlər lap yaxşıdır. Deyir ki, axundlar məhkəməyə getməyə razılıq veriblər. Qonşular da deyib ki, biz öz axundlarımıza sadiq qaldığımız üçün məhkəmədə şahidlik etməyə hazırıq, qızım. Kərim bəy dedi ki, birisi gün inşallah işə baxılacaq. 'Evde de mi? 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 'Evde de
Mənə kağız qələm ver. Bu saat kızım. Bu saat benim balam. Perverdiyar, sana ant verirəm öz böyüklüğüne ilahi. Sen bu kimsesiz kıza kömek. Huday, sen bu kızı o zalimlerin elinden xilas eyle. İlahi, özün görürsün. Yad bir adam, pulsuz, temennasız, bu yazık kıza kömek et. Ancak o zalimler hekim getirmeye əvəzinə benim bu kızın yanında kalmağıma da razı olmur. Beni bu evden kovsalar da, çıkarsalar da ben bu kızı tek koymayacağım. Əmi, Can bala, bu kağızı gizlət. Mən öləndən sonra oxuyarsan. sen ne danışırsan abi? Sana ne olur bak, biraz dözümlü ol, benim balam sabr elə. İşler yaxşıdır. Kerim Bey deyir ki, her şey öz qaydasıyla gedəcək. Bugün sabah məhkəmə olar, bütün var devletiniz qayıdıb gələr, sonra Bəhram da gələr. Ey Həbdil əmi, məhəbbət pulla alınacaq şey. Əmi, mənə biraz su gətir. Güllərimi verim. Bu saat. Çiçekler, çiçekler. Sizsiniz bizim xoşbəxt günlərimizin yadigarı. Siz bizim əhdimizin şahidisiniz. Bir mən idim, bir sən idin, bir də yamac var. Meşə yolu yarpaq dolu, yaşıl ağac var. Əbdüləm, zəhmət də olsa, lütf et məni bağçaya aparın. Qoyun qulaq asın, Kızım, ürəyim açılsın.
Sana ne oldu baba? Ne oldu? Bağışla. Bağışla beni. Sare! Ah Behram! Ah Behram! Ah Behram! Müjdeler ah Behram Sare öldü! Anamın həbs edileceği beni çok narahat edir. Gerek lazım gelecek kadar pul koy bana, halas edem. Herhalde Sara öldü. El kolum açıldı. Hərçənd Bəhram axır vaxtlar birtəhər olubdu. Amma ipi yoxdu. Keçib gedər. Axır vaxtlar evdə də tapılmır. Onu gəzməkdən, onun ardınca düşməkdən təngə gəlmişəm. Bir evə gəlsə, sonra mən hər şeyi başdan çıxararam. Ta bundan sonra Bəhram məndən başqa kimi istəyəcək? Vicdan. Vicdan. Yazıklar olsun adamların alına ki. Onların da vicdanı benim vicdanım kimi. Yaralıdır. Lekelidir. Ben bədbəxt. Bilə-bilə özəmin qızını məhv elədim. Bundan sonra benim hayatım hayat değil. Əzabdır, əzab. Hey! Sen kimsin? Behramsan? Yok. Sen bir ecrafsın, sen bir canisin. Ah, gözlerinden görünür. Senin sifetin bir hayalet mücessimesine benziyor. Sen kıymetsiz pullara öz eşkini, muhabbetini satan bir alçak, bir cani, bir katil. İtibarlar. Niye ağlayırsınız? Ha? Niye ağlayırsınız? Yoksa siz benim sevimli Sara'mı
Yaz saxlayırsınız. Benim Saramın güzel çiçekleri. Siz niye böyle solğun, niye böyle məhsunsuz? Hani sizin geçmiş lətafətiniz? Hani Sara? Hani siz ki geçmiş xoşbaxt günlərin yadigarısınız? Hani bəs mənim əmin qızım? Hey, sen kimsin? Benim vicdanım mısın? El çək məndən, el çək, mən müqəssir deyiləm, mən aldatdılar. Mən müqəssir deyiləm. Sara. Sen misin? Yakın gel Sara. Sen bu vakte kadar neredeydin? Ha? Behram, Sen değilsin. Sen değilsin. Behram. Behram, ben sen haçan geldin? Ben seni hiç görmedim. Neçə gündür hardasan? Bir belə də gəzmək olar, hə Behram? Gezmek? Ha, gezmek. Benim kimi seninle gezseydin çok güzel olardı. Fəqət mənim sənin kimi gəzməyimə razı olardınmı? Razı olmadığını bildirmeye iktidarın var mı? Təbii ki var. Zira mən sənin ixtiyarındayam. Sən də mənim. Deyilmi Behram? Yok. Eğer benim iktidarım olsaydı vicdanımın lekelenmesine yol vermezdim. Behram, Behram ne danışırsan? Vicdan nedir? Vicdan. Sen onu bilmezsin çünkü o sende yoktu. Behram, Behram ne danışırsan? Ne danışırsan Behram? Gel, gel geç otur. Otur Behram, otur. Otur. Hadi sağ ol. Otur Behram. Behram. Ay! Dünən bacılarımdan bir neçəsi yanıma gelmişti. Oturduk, söhbət elədik. Biri bu yaxınlarda ərə gedib. Ərinin əksini mənə göstərib deyir ki, görürsən ərim nə gözəldir. Mən də nə qədər gözlədim ki, sən gələsən. Sən də ki, gəlib çıxmadın. Behram. Özünü göstereydin. Sen ki az güzel değilsin. Mən gözələm. Fəqət sənin üçün Behram. Bir hile işlemeydin. Onlara da güzel görüneydin. Behram, sən xoş əxlaqsan. Amma ara bir sənin bu hərəkətlərini görəndə ürəyim səndən tamamilə sınır. Allah özü bilir ki, mən səni nə qədər çox istəyirəm. Amma sən... Pəri, mən baxır günlərdə biraz nə xoş kimiyim. Nə xoş olduğunu mən də bilirəm. Neçə dəfə həkim gəlib ki, səni müalicə eləsin. Amma sən... Bu bir neçə gündə... Sənsiz yaman darıxmışam Behram. Bütün bedenim titriyir.
Ama nedense seni gören kimi her şeyi unuturam. Yəqin mənə olan məhəbbətindendir ki, beni görəndə hər şeyi unutursan. Onda daima benim yanımda otur, hiçbir derdin de olmasın. Geldi. Odu. Geldi. Yine geldi. Ya Rabbi yine geldi. Behram! Behram! Ne danışırsan? Kim var, kim geldi Behram? Behram! Ey Behram! ne kadar sevimli. Ne kadar masum. Behram! El çek benden. Ben onunkiyim. Emmi kızım. Sen mi? Niye benimle danışırsın? Ben mügessir miyim? Beni aldattılar. Beni aldattılar. Aldattılar. Ya Rab, bu ne azap, bu ne meşakkatti. Behram! 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 Behram ne oldu? Ne danışırsan? Kim var, kim geldi? Gidek. Gideyim benim o otağıma. Görünür hastesen. Adam göndermişim, indi hekim gelir. Gel benim otağıma. Behram! Koy bu çiçekleri yiyeyim. Biraz neyim rahatlayır. Bugün bir gül ağacı almışam ki dünyada o güzellikte şey yoktu. Gel Behram gel, gel. Kabrevinden de güzeldi. Dünyada göresin ondan güzel yeri var mı? Behram, hacım söz danıştın da. Behram, Behram, kabir nedir? Gidek, gideyim benim otağıma. Yedin yuxsuzsan, yat bir kadar dince. Gel Behram, Behram! Koy biraz bu güllere bakın. Yüreğim teselli tapsın. Ah bu çiçeğler sonu! Çoxu da bunlara bakıp karışırsan. Henüz hapşırmışam adam gelip götüreceği onları. Behram. Ay Behram. Behram. Niye burada oturmuşsan ha? Görünür yuxsuzsan. Gidek. Gideyim benim otağımda. Bir kadar yat dincel. Geldi. Yine geldi. El çek benden. Sara. Ne kızı? Niye benden danışmıyorsun? Gel. Yakın gel. Çekil. Sen bir vefasın. Ben müqəssir değilim əmi kızı. Beni aldattılar. Beni hiləgər pəri aldattı. O xəbis benim gözlerimi bağladı. Benim hileye karşı silahım yoktu. Bağışla əmi kızı. Ben seni bədbəxt elədim. Ben xəyanət elədim. Gel. Gel öz ellerinle al benim canımı. Al, ben de seninle gitmek istiyorum. Sara! Yok. Bu daha deli olmuştu. Bundan sağlayacak adam olmaz. İnsanı felakete doğru sevk eder. Korkmak gerek. Sağlaşmak gerek.
çiçeğlensin. Solgun çiçeğlensin. Yok ben. Ulan Saran öyle beslenip ben bu çiçekleri seviyorum. Ben Saran seviyorum. Nece? Ne dedin? Hindiki beni ister misin? Onda senin burada ne işin var? Çık git buradan. Ben ki gücüne sana gitmedim. Git aktar mezardan Saran'ın sümüklerini tap, onu da iste. Bu günlerinde bu saat hamsını kaplarım. Emdir! Dokunma. Onlar Saran'ın son yadigarıdır. Onlar İndiki, zariftiler. Onlar bu habis ellere dözmeyip soğuarlar. indiki onu sevirdin. Beni niye aldın onu söyle. Beni aldattın Peri! Git daha derdimi tazeleme! Aldattım. Şazmış. Açından ölürdüm. Git buradan sen delisin. Bu günlerinde bu saat hamsını taptar. Değme. Gelirim. Gelirim. Bırak! Üstüme dürüst bak! Bak! Çık git buradan! Çık git! Yüzüne bakma. Bırak beni Sivas! Bırak! Bırak! Ay! Emdi! Bırak! Ay! Ah!